Salam dəyərli izləyicilər, əziz tələbələr və şagirdlər. Bugün sizlə yenidən riyaziyyat sevərlər rubrikasında görüşürük və sizə maraqlı məsələlər, tənliklər həll edəcəm. Məsələ 1. Tənliyi həll edin. 13 vuraq x-in üstü x bərabərdir 13-ün üstü 13 üstü 13. Deməli, tənliyimiz 13 vuraq x-in üstü x bərabərdir 13-ün üstü 13 üstü 13. Hər iki tərəfi 13-cü dərəcədən qüvvətə yüksəldək və a üstü m üstü n bərabərdir a üstü m n və a üstü m n bərabərdir a üstü n vuraq m düsturlarından ardıcıl istifadə edək. Buradan alıram. Hər iki tərəfi 13-cü dərəcədən qüvvətə yüksəldirik. Olur 13 vuraq x-in üstü x üstü 13. Və buradan alıram, bərabərdir 13-ün üstü 13 üstü 13 üstündə 13. Buradan alırıq. Qüvvətə yüksəldə bu üstlər vurulur. Olacaq 13 vuraq x-in üstü. X vuraq 13, 13 vuraq x yazmaq olar. Yerini dəyişdik vuruqların. Və burada sağ tərəfdə alıram. Qüvvətə yüksəldin 13 üstü 13'ü 13'ə vururuq. Deməli 13'ün üstü 13 üstü 13'ü vururuq 13'ə. Sol tərəfi olduğu kimi saxlayıram. Olacaq 13 vuraq x-in üstü 13 vuraq x. Və burada alırıq. Əsas 13'dür. 13 üstü 13 vurulur 13'ə. Burada da vuruqların yerini dəyişəndə olur 13 vuraq 13'ün üstü 13. Buradan tapıram 13 vuraq x-in üstü 13x bərabərdir. 13 üstü 13. Bunu yazırım möhtərəzədə 13'ün üstü 13'ü. Bu ifadəni yazırıq. 13 üstü 13 və bunun qüvvətində 13'ün üstü 13. Və simmetrikliyə görə diqqət edin. 13x, 13'ün üstü 13, 13x, 13'ün üstü 13. Və buradan çıxır ki 13 vuraq x bərabərdir 13'ün üstündə 13. Alırıq ki x bərabərdir 13'ün üstündə 13 bölünsün 13. Burada da 13'ün qüvvəti 1 olduğundan üstlər çıxılır, eyni əsasdır. Olacaq 13'ün üstündə 13 çıxaq 1. Bu da bərabərdir 13'ün üstündə 12. Beləliklə x bərabər oldu 13'ün üstü 12. Tənliyin kökü olur 13'ün üstü 12. Məsələ 2. İfadənin qiymətini tapın. Kök altında -5, vuraq kök altında 7, vuraq kök altında -35. İfadəyə baxıb gör, 3 vuruqdan ibarətdir ifadə. Birinci vuruq kök altda -5, üçüncü vuruq kök altda -35'dir. Kök altda -5 ilə kök altda -35 həqiqədir, zər çoxluğunda mənası yoxdur, təyin olunmuyor. Deməli, bu hasil kompleks ədədlər çoxluğunda verilir. Onda biz bunu yaza bilərik, bu bərabərdir. -5'i yazıram kök altda 5 vuraq -1. Kök altda 7'ni olduğu kimi yazıram. Kök altda -35 yazıram 35 vuraq -1. Bu da bərabərdir. Və bildiyiniz kimi i kvadrat bərabərdir -1 olduğundan kökün altda 5 vuraq -1'in yerinə yazıram i kvadratı. Kök altda 7'nin olduğu kimi yazırıq. N ilə 35 vuraq -1'i yazıram. Kök altında 35 vuraq i kvadratı. Və bu da bərabərdir. Kök altında 5 i kvadratından i çıxır. Yazıram vuraq i. Kök altında 7. 35 vuraq i kvadratı yazıram kök altında 35. Vuraq oradan da i kök altından çıxır. Və aldıq. Kök altında 5'i kök altında 7'ye vuranda kök altında 35. Vuraq kök altında 35.
İni i'ye vuranda i kvadratı bu bərabərdir. Kök altda 35'in kvadratı bu ikisi hasili vura i kvadratı da -1'dir. Və biz alırıq bərabərdir. Kök altda 35'in kvadratı 35 vuraq i kvadratı -1 bu da bərabərdir -35. Beləliklə tələb olunan ifadənin qiyməti -35'ə bərabərdir. Məsələ 3. 4 qız və 3 oğlandan ibarət bir qrupdan tərkibində ən çox 2 qız olan 4 nəfərlik qrupu neçə fərqli üsulla seçmək olar? Həlli. Deməli, qrupda 4 qız var. 4 qız, 3 oğlan. Və bunlardan hərəsində ən çoxu 2 qız olan 4 nəfərlik qrupa seçmək lazımdır. Deməli, bu ola bilər. Ən çoxu 2 qız olduğundan birinci tutaq ki, bir qız seçiləndə kombinizon 4 qız olduğundan 1 vuraq. 4 nəfər seçildiyindən 3 oğlandan 3'ü də seçilməlidir. Kombinizon 3'dən 3. Üstə gəl. 2 qız seçiləndə 4 qızdan olacaq kombinizon 4'dən 2. Vura kombinizon 2 nəfər qalır. O da 3 oğlandan 2. Və belə bir cəmi tapmaq lazım gəlir. Bu cəmi kombinizonun düsturunu əslən hesablayır. Bilirik ki, kombinizon n-dən 1 bərabərdir n-ə. Kombinizon n-dən n bərabərdir 1. Və bu düsturlardan istifadə edək. Bu bərabərdir. Kombinizon 4'dən 1 verəcək 4. 3'dən 3 verir 1. Üstə gəl. 4'dən 2'ni hesablayırıq. 4 faktorial bölək 2 faktorial 4 çıxaq 2 faktorial. Vuraq 3 faktorial 2 faktorial 3 çıxaq 2 faktorial. Bu da bərabərdir. 4 vuraq 1 4 elədi. Üstə gəl. Məxrəc elədi 2 faktorial 2. 4 çıxaq 2 faktorial da 2 elədi. 4 faktorial yazırıq. 2 vuraq 3 vuraq 4. Vurulsun 3 faktorial 2 vuraq 3. Bu da 2 faktorial 2. Bu da 1 faktorial vurur yazmağa. Aha, bərabərdir. Alırıq bərabərdir. 2 dəfə 2 4 4. 4 üstə gəl. Burada qaldı 6. Vuraq. 2 ilə 2 ixtisar oldu 3. Bu da bərabərdir. 4 üstə gəl 18 bərabərdir 22. Beləliklə 4 qız 3 oğlandan ibarət bir qrupdan tərkibində ən çox 2 qız olan 4 nəfərlik qrupu 22 üsulla seçmək olar. Məsələ 4. 40'da 79, 40'da 81 intervalının A nöqtəsinin epsilon ətrafı olduğunu bilərək epsilonu tapın. Həlli. Bilirik ki, A nöqtəsinin epsilon ətrafı A çıxaq epsilon, A üstə gəl epsilon kimi işarə olunur. Və həndəsi mənası ədəd oxunda göstərirəm. Bu A nöqtəsi olarsa A çıxaq epsilon, bu da A üstə gəl epsilon olur. Deməli bizdə sol uc nöqtəsi A çıxaq epsilon 40'da 79 olar onda. A çıxaq epsilon bərabərdir 40'da 79. İntervalın sağ ucu A üstə gəl epsilon isə A üstə gəl epsilon isə bərabərdir 40'da 81'ə. Və biz iki məchulluq xətti tənliklər sistemi kimi baxaq bura. Tərəf tərəfə toplaya da bilərik, çıxa da bilərik. İndi ikincidən birincini çıxa da bilərəm və yaxud yer dəyişib yazıram. A üstə gəl epsilon bərabərdir 81 bölək 40. Sadəlik üçün yazıram bu şəkildə. Bərabərdir 40'da 79. Və tərəf tərəfə
çıxsaq, buradan alırıq, alar islahı olacaq, epsilon üstə gəl 2 epsilon bərabərdir. 81 bölək 40 çıxaq, 79 bölək 40. Buradan da alırıq 2 epsilon bərabərdir. 81'dən 79'unu çıxanda 2 bölək 40. 2 bölünsün 40. Və 2'yə ixtisar eləyirəm, tapıram epsilon bərabərdir 1 bölək 40'a. Beləliklə, tələb olunan məsələdə epsilon ətrafının epsilon qiyməti 40'da 1'ə bərabərdir. Məsələ 5. Fx bərabərdir 2 sinüs x bölək 2 üstə gəl 3 tangens x bölək 3 funksiyasının ən kiçik müsbət dövrünü tapın, həll et. Deməli, bizdə funksiya verilib fx bərabərdir 2 funksiyanın cəmidir. 2 sinus x bölək 2 üstə gəl 3 tangens x bölək 3 funksiyaların cəmi. Ən kiçik müsbət dövr və ya period bu funksiya üçün tapmaq lazımdır. Qeyd edeyim ki, sinus x funksiyası üçün ən kiçik müsbət period 2pidir. Tangens x funksiyası üçün ən kiçik müsbət period dövr piyə bərabərdir. Onda biz burada və qeyd edelim ki, 2 və 3 əmsalların periodun tapılmasında rolu yoxdur. Əmsallar əsas argumentlərdən asılı olaraq təyin olunur. Onda yazıram, x-i t ilə əvəz eləyirəm birincidə. X-i t ilə period t1 ilə əvəz eləyirəm. Onda olacaq, argument t1 bölək 2. Ən kiçik müsbət period 2pi olduğundan bu bərabərdir 2pi yazıram birinci funksiya üçün. Buradan çıxır ki, t1 bərabərdir 2 vuraq 2pi 4pi. Deməli, birinci funksiyanın ən kiçik müsbət periodu dövrü 4pidir. İkinci funksiya üçün x-i ikinci funksiyada t2 ilə əvəz eləyirəm və argumentdə nəzərə alsaq t2 bölək 3 bərabərdir tangensin ən kiçik müsbət dövrü periodu pi olduğundan buradan tapıram t2 bərabərdir 3pi oldu 3pi və cəm funksiyasının iki cəmdən ibarət funksiyanın dövrünü periodun ən kiçik müsbət dövrünü tapmaq üçün onların əkobunu tapmaq lazımdır. Yəni tələb olunan məsələdə t bərabərdir ümumən funksiyanın bu fx funksiyasının ən kiçik müsbət dövrü bərabərdir əkob t1 t2. Bu da bərabərdir əkob 4pi 3pi. Gördüyünüz kimi 4pi ilə 3pi'nin də əkobu 12pi'yə bərabərdir. Beləliklə tələb olunan funksiyanın ən kiçik müsbət dövrü və ya periodu t bərabərdir 12pi olur. Məsələ 6. X üstə gəl 10 bölək x kiçik bərabərdir 7 bərabərsizliyinin müsbət tam həllərin sayını tapın. X üstə gəl 10 bölək x kiçik bərabərdir 7 ekvivalentdir. 7'ni keçirdirik sol tərəfə olacaq x'də x kvadrat çıxaq 7x üstə gəl 10. Bax, keçirdim ortaq mərizə gətirdim kiçik bərabərdir 0'dan. Və bu ekvivalentdir. Yazırıq. Kəsir kiçik bərabər 0'dırsa da surətlə məxrəcin hasili kiçik bərabər olacaq 0'dan, belə ki məxrəc fərqlidir 0. Bax, belə bir sistemlə bunu ifadə elədik. Buradan alırıq surət bu tənlik kimi həll edib bunun köklərini tapırıq bu bərabərsizliyin. x1 bərabərdir gördüyünüz kimi 0'a. Kvadrat tənliyi də həll edib görərsiniz ki x1 2 bərabərdir 2'də 7 üstə gəl çıx 49 çıxaq 40. Bu da bərabərdir 2'də 7 üstə gəl çıx 3. Deməli x2 bərabərdir tapıram buradan 2'yə
x3 bərabərdir 7 üstə gəl 3 bölü 2 5-ə. Və burada x fərqlidir, 0 olmalıdır. Tapdıq. Onda ədəd oxunda bu nöqtələri qeyd edirik. 0-ı almır, 2-dir, 1 də 5-dir. 5-dən sonra həmişə müsbət, işarə dəyişdi ki, 5 aralığında mənfi, müsbət, mənfi. Və həll oblası kiçik bərabərdir 0 olduğundan mənfi sonsuzluqdan 0-a, bir də 2-dən 5-ə qədərdir. Bu aralıqda müsbət tam həll yoxdur. Müsbət həllər 2-5 parçasındadır. 2-5 parçasına daxil olan həllər 2, 3, 4, 5-dir. Deməli, verilən bərabərsizliyin müsbət tam həllərin sayı 2, 3, 4, 5 verir 4 dənə. 4 dənə müsbət tam həll var. Məsələ 7. 2 üstə gəl 1 bölü 3 çıxaq. 1 bölək 1 çıxaq 1 bölü x bərabərdir 3-də 8 olarsa x-i tapın. Belə deyək, tənlikdən x-i tapın. Deməli, tənliyi həll eləmək üçün mən burada başlayıram. Birinci bu mərtəbəli kəsirdə bu hissəni hesablayacağım. Olacaq 2 üstə gəl 1 bölək 3 çıxaq 1 bölək ortaq məxrəcə gətirsək x-də x çıxaq 1 bərabərdir 3-də 8. Və burada görürük ki, bax bu hissəni 1 bölək bu hissəni yaza bilərik. Biz buradan ekvivalentli alıram. 2 üstə gəl 1 bölünsün 3 çıxaq x bölək x çıxaq 1. X bölək x çıxaq 1 bərabərdir 3-də 8. Və buradan alırıq. Buradan çıxır ki, bu ifadəni ortaq məxrəcə gətiririk indi. 2 üstə gəl 1 bölünsün. Olacaq x üstə gəl 1-də, x çıxaq 1-də, x çıxaq 1-də, 3x çıxaq 3. Surətdə də çıxaq x var. Bərabərdir 3-də 8-ə. Buradan alıram. 2 üstə gəl 1 bölək x çıxaq 1-də 2x çıxaq 3 bərabər 3-də 8. Buradan da tapırıq. 2 üstə gəl bunun tərsi x çıxaq 1 x çıxaq 1 bölək 2x çıxaq 3 verir. Bərabər 3-də 8. Buradan da tapdıq ki, ortaq məxrəcə gətirsək 2x çıxaq 3-də 4x çıxaq 6 üstə gəl x çıxaq 1 bərabər 3-də 8-ə. Buradan tapdıq ki 2x çıxaq 3-də 5x çıxaq 7 bərabərdir 3-də 8-ə. Və yuxarını silə bilərik. Buradan yazaq. Onda tapdım ki, tənasüb kimi açsaq olacaq 15x çıxaq 21 bərabərdir 16x çıxaq 24. Buradan da tapdıq ki, x bərabərdir 24 çıxaq 21 x bərabərdir 3-ə x bərabərdir 3-ə. Beləliklə, verilən tənliyin həlli 3-ə bərabər. Məsələ 8 ifadənin qiymətini tapın. Kök altında 4-də 3, çıxaq kök altında 4-də 3, çıxaq kök altında 4-də 3, çıxaq və s. sonsuz davam edir. Verilən ifadəni yazıram 4-də 3, çıxaq kök altında 4-də 3, çıxaq kök altında 4-də 3, çıxaq və s. Və yazırıq bunu olduğu kimi. Bu bərabərdir bir x ilə işarə eləyək. Verilən ifadəni bir x ilə işarə elədik. Və sol tərəfdəki ifadəyə baxıram. Bax, bu ifadədə sonsuzluğa davam etdiyindən bu ifadə də x-in özüdür. Bax, bunu x, deməli bu ifadə də x-in özüdür. Deməli, buradan çıxır ki, onda kök altında 4-də 3 bu, kökün altında 4-də çıxaq x sol tərəf işarələmədən sonra bərabərdir x alırıq, tənlik aldıq. Buradan çıxır ki, və sol tərəf
Radikal işarəsi cüt dərəcədən ikinci dərəcə kök altında olduğundan hər iki tərəfi irrasional tənlik kimi kvadrata yüksəldirik. Kök altında 4-də 3 çıxaq x-in kvadratı bərabərdir sağ tərəf x-in kvadratına. Sol tərəfdən aldım, buradan aldıq ki 4-də 3 çıxaq x bərabərdir x kvadratına. Hər iki tərəfi 4-ə vurub sağ tərəfə keçirsək alırıq 4x kvadrat üstəgəl 4x çıxaq 3 bərabərdir 0 kvadrat tənliyi aldıq. Buradan x1, 2 bərabərdir. Məxrəcdə 2 vuraq x kvadratın əmsalı 4, 8. Mənfi 4 ikinci hədd əmsalının əksi. Üstəgəl çıx 16. Üstəgəl 4 AC 4 vuraq 4, 16, 48. Buradan da aldım ki 8-də mənfi 4 üstəgəl çıx 64 kökün altında 8 aldıq. x1 bərabərdir. Mənfi 4 çıxaq 8 bölək 8. Mənfi 12 bölək 8. Bu da bərabərdir. 4-ə ixtisar olduqda mənfi 2, 2-də 3. x2 bərabərdir. Mənfi 4 üstəgəl 8 bölək 8. 4 bölək 8, 2-də 1. Cüt dərəcədən kök altında olduğundan bu ifadə mənfi ola bilməz. Bu ödənmir. Mənfi 2-də 3 ödənmir. Və yeganə cavab x bərabərdir 2-də 1 tapdıq. Beləliklə tələb olunan ifadənin qiyməti 2-də 1-ə bərabərdir. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni, maraqlı tənliklər, məsələlərlə görüşənə qədər.